Əziz və hörmətli həmkarlar, sizin hər birinizi əvvəlcə salamlayıram. Zəhmət çəkib bu tədbirə gəldiyinizə görə minnətdarlığı bildirirəm. İndi isə məclisimizi, yəni məqsədimizi bəyan eləmək üçün tədbirimizi açıq elan eləməliyik. Açıq elan eləmək üçün əvvəlcə gəlin, dövlətimizin himnini səsləndirək və onunla da tədbirimizi açıq elan eləmiş olaq. Əyləşmən xahiş edirəm, əyləşmən. İndi isə icazə verin, ümummilli liderimizin, o cümlədən Qarabağ müharibəsində həlak olmuş şəhidlərimizin və heç kimin xatırlamadığı, dilini almadığı və sizdən hər birinizdən sonra xahiş edirəm, itkinlərimizin əziz və müqəddəs ruhlarını yad eləmək üçün bir dəqiqəlik sükutla onları anaq. Allah bütün şəhidlərimizə, itkinlərimizə, ümummilli liderimiz başda olmaqla hamısına rəhmət eləsin. Görlər nurla dolsun, ruhları şad olsun. Əyləşin. Təşəkkür edirəm. İndi isə diqqətinizə yığılacam bəzi məlumatlar verim ümumi şəkildə. Diqqətinizə çatdırım ki, 2006-cı ildə Nazarbayev Qazaxıstanda bir ideya irəli sürdü ki, türk dilli dövlətlərin iqtisadi əməkdaşlığı olmalıdır. Bu ideya idi, söz yığınağı idi. Lakin ömrü uzun olmuş İlham Əliyev 2009-cu ildə türk dilli dövlətlərdən bir qrupunun Naxçıvana dəvət olunması ilə rəsmi şəkildə protokollaşdırdı və bugünkü Türk Dövləti Təşkilatının hüquqi bazasını yarattı. Və yaranan Türk Dövlətin sayəsində bu formada ideya ayaq açıb yeriyəndən sonra bir qism tədqiqat obyektləri, akademiyalar formalaşdı. Nazarbayev Qazaxıstanda Beynəlxalq Türk Akademiyasını formalaşdırdı. O cümlədə mənə məlumdur ki, Türkiyənin ərazisində Türk Dünyası Araşdırmaları Beynəlxalq bir akademiya formalaşdı. Mənim əlaqəm var onlarla. Başqalarını bilmirəm, lakin 2 il keçəndən sonra Özbəkistanda Heydərbəy Bababəyev adında bir nəfər ziyalı qardaşımız, qan qardaşımız Türk dilli dövlət başçılarının cəsarət edib demədiyi bir fikri ortaya gətirdi. Turan sözünü. Bunlar Türk dilli dövlətlərin əməkdaşlığını, ondan sonra iqtisadi bazasını, təşkilatı formasını, hamısını qaldırdılar ayağa, lakin Turan sözü yox idi.
Birinci səfər Heydərbəy Babayev, Babayev Özbəkistanda 12-ci ildə Turan Elmlər Akademiyasını təsis elədi. Bununla bağlı mən orada olanda mənə yaxşı məlum, başı çox bəlalar çəkdi. Bu Turan sözünə görə. Lakin ona baxmayaraq 12-ci ildə Turan Elmlər Akademiyası yarandı, bu günə qədər də fəaliyyət göstərir. Diqqətinizə çatdırım ki, hal-hazırda mindən çox ziyalılarımız Turan Elmlər Akademiyasının ya akademiki, ya professoru, ya da ki fəxri professoru, fəxri akademiki və yaxud da ki elmi dərəcələrlə bağlı olan adlara layiq görülürlər. O cümlədən 20-ci ildə, 22-ci ildə Azərbaycanda da həmin Turan Elmlər Akademiyasının filialı, əvvəlcə onu biz Bakı filialı kimi eləmişdik, Səxavət müəllimin təşəbbüsü ilə onu Azərbaycan filialı kimi formulirovka verdik və fəaliyyət göstərir. Bizim də artıq 50-yə yaxın üzvlərimiz var. O cümlədən diqqətinizə yığcam şəkildə çatdırım ki, 3 nəfər xarici dövlətlərin vətəndaşı bizim filialın akademikləridir. Birinci, onlardan birincisi Rıza Deqati, hər birinizə məlumdur ki, Azərbaycanın ağrısını, acısını, dərdini şəkillərlə bütün dünya bəyan ediyor. Rıza Deqati bizim Turan Elmlər Akademiyasının Azərbaycan filialının akademikidir. Böyük məmnuniyyətlə qəbul eləmişik. Bizim təqdimat əsasında qəbul olunur. Sonra Quram Marxulya Gürcüstan vətəndaşıdır, lakin Azərbaycan Milli Elmlər Akademiyasında yarımışlar tarixin üstündə fəaliyyət göstərib və ermənilərin ən qatı düşmənlərindən biridir, Azərbaycanla qardaş olduğunu həmişə etiraf edir. Onu nəzərə alaraq, bəli, Turan Elmlər Akademiyasının akademiki kimi onu da öz sıralarımıza qəbul edəmişik. Sonra diqqətinizə çatdırım ki, 92-ci ildə bir nəfər Qazaxstanlı gənc hərbi xidmətə gedir. Bir il orada xidmət eləyəndən sonra 93-cü ildə hərbi hissədən silahını da götürər qaçar. Fərari kimi axtarışa verirlər bunu. Lakin o könüllü şəkildə gələr, Azərbaycanın Müdafiə Nazirliyində yazılar və diversiya qrupunda demək olar ki, Tacəddi, belə Elbrus Orucovun rəhbərliyi ilə demək olar ki, Cəfər bölgəsində ağla gəlməz igidliklər, qəhrəmanlıqlar göstərər. Və o döyüş bölgəsində də çox ürək sarsıdıcı bir vəziyyətdə həlak olar. Lakin ona baxmayaraq onu gətirər, bizim ikinci fəxri xiyabanda dəfn edərlər. Lakin baş daşı qoymazlar. Niyə? Çünki Qazaq olduğu bilinəndə deyəcəkdilər ki, biz nayomniklərdən istifadə edirik. Buna görə qalar. 28 il bunun valideynləri yol gözləyir, Fərari kimi, ancaq bir şey, bir səda bilinmir. Hər iki ata-ana dünyasını dəyişir. Bir nəfər qeyrətinə qurban olduğum Qazaq qızı Nasiha adında qadın gəlir o ailədən icazə alır ki, mən onu tapa bilərəm. Rəsmi şəkildə məktublarla Türkiyə, Özbəkistana, Qırğızstana, Tacikistana, Azərbaycana müdafiə nazirliklərinə olmaqla məktublar göndərər və Azərbaycandan cavab alar ki, bəli, həmin dediyiniz Yerbol artıq Azərbaycanda ikinci fəxri xiyabanda şəhidimiz kimi uyur. Xanım gələr bura, Müdafiə Nazirliyini, səfirliyə, ayağa qaldırar, gedərlər. Sonra orada həmin o üstü götürülməmiş qəbirdən bir ovuc torpaq götürərək Qazaxstana qayıdar. Atanın, ananın qəbrinin üstünə səpib, deyər ki, oğlumuz Fərari deyil, Türk dünyasının əsl milli qəhrəmanıdır. Bu, məni tutduğuna görə bu fikir, bəli, diqqətinizə çatdırım ki, sonra da məlum oldu ki, Nasiha Qarabağla əlaqədar elə güclü bir tədqiqat əsəri yazıb ki, mən şəxsən Ali Atestasiya Komissiyamızın sədri olsaydım, böyük məmnuniyyətlə ona birbaşa həmin əsərə görə elmlər doktoru adını verərdim. Mən o kitabla tanışam. Bunu nəzərə alaraq o Yerbola həsr olunmuş kitab da bıraxdırır, nə bilim, müəyyən işlər də görür, şəhidlik statusunda bərp elətdirir. Bunu nəzərə alaraq, bəli, bugünkü gündə məlumunuz olsun ki, Nasiha xanım bizim Azərbaycan filialımızın akademikidir. Yəni, 3 xarici devləti vətəndaşı bizim üzvümüzdür. Sevindirici haldır, bugün aramıza bir nəfər ziyalımızı da böyük məmnuniyyətlə qəbul edirik. Əvvəlcə onun akademiya ilə bağlı, akademiya həqiqi üzv olmaqla bağlı təqdimat verdik. Mən şəxsən bu Namiq müəllimi tanımırdım. Əyləşin, qadam lazım deyil. Bu gördüyünüz Əli Qarayev, deməli, Hayib deyilən bir qurum var. Türk Ağsaqqalları İctimai Birliyi qurumu. Onun idarə heyətinin üzvüdür. Həmçinin orada Türk Dünyası Ağsaqqalları, belə bir qəzet var, fəaliyyət göstərir. Onun redaktorudur. Sonra Jurnalistlər İttifaqının üzvüdür. Qızıl Qələm mükafatının laureatıdır.
Çok hədsiz derecede her sahada emektaşlığımız var. Bu yoldaş hakkında öyle sözler dedi, inanmadım. Diyorum yok, ben senede inandım. Senetleri elde edene sonra baktım ki doğrudan da bu adı ona vermekle, biz onu öz yergelerimize katmakla çok şey kazanmış olarak itirmiş. Ve bununla bağlı olarak senetlerini ancak açığını diyeyim, burada vurgulamalıyım, çetinlikle, gelir ya yok. Çetinlikle de olsaydı. Namik müellimi yorsam da bile aldım, gönderdim, sağ olsun Heydər Bey Baba Bey başta olmakla riyaset heyetimiz onu kabul elədi ve diplomu gönderdi. Diplom geldi. Benim əzizlərim, diplom gələndən sonra akademik diplomu, ondan sonra döş nişanı hamısı gəlib, bəs Namik müəllim ruhlandı, dedi ki, mən istəyirəm ki, həmin akademiyanın həmçində fəxri profesor olun. Bir haldaki akademik titulunu almışsan, fəxri profesorluğundan aşağıdır. O da bizim gözümüzdə bir haldaki ona layıksınız. Biz sizi niye ruhlandırmayaq, niye mənəvi qida verməyək, niye arka dayak olmayaq başta. Bizden gönderdim. Orada keçdi. Sənədin şəklini göndərdilər. Burada baxanda çox diqqətli yoldaş Namik müəllim. Dedi, Sabir müəllim, burada mənim atamın adını düzgün yazmayıblar. Baxdım, F hərfini biri düşməmişdi. Hökmət düzəlməlidir. Dedi, problem yoxdur. Heydər bəylə, yəni prezidentlə əlaqə saxladım. Dedi, Sabir müəllim, problem yoxdur. Sonra oradan ikinci düzəlmişi mənə göndərdi. Təzdən Namik müəllim çox diqqətli adamdı. Aşağısına bax, dedi, Sabir müəllim, burada elmi katib qol çəkməyib. Qayıtdım, müraciət elədim. Ay yoldaş, prezident, bu deyir ki, elmi katib qol çəkməyib. Orada mənə birbaşa bildirdi ki, sən Sabir müəllim, Turan Elmlər Akademiyasının vitse-prezidenti olduğuna görə birbaşa səlahiyyətin çatır. Ora qol çəkmə, dedim, yox. Hələ ki, siz varsınız, ümumi proseduranı mən poza bilmərəm, nə də bu, həmkarımızın xətrinə dəyə bilmərəm. Sağ olsun, orada onu təşkil elədilər, təsdiq elədilər, hazırladılar idi, təcili gətirmək lazımdır ki, bu prosesi yekunlaşdıraq. Burada isə Səxavət müəllim köməyimizə gəldi. Özbəkistanda idi, bugün indi Səxavət müəllim onu gətirdi, çıxartdı bura. Ona görə Əli müəllimə də, Səxavət müəllimə də, başqa yoldaşlara da hamısına minnətdaram ki, bir tapıntıdır. İndi icazə verin, ardıcıl olaraq Namik müəllimin aid olan sənədlərini, bax, birinci, Eldar ancaq şəkil çəkəcəksən ha. Bax, diplom, akademik diplomu, Turan Elmlər Akademiyasının akademik, həqiqi üzrə. Təqdim edeyim, qalx qardaş. İndi qalxa bilərsən. Ora baxam, Eldar şəkil çək, qalasını. Tələsmə, narahat olma, hələ heç ara tələsmə. Sən çəkdin mi qadın alın? Sən çəkdin mi yandan? Bəli. İndi gəl, öpüm səni. Lakin ki, o heyecanlı anlar hamısı arkada qaldı. İndi isə artıq siz Turan Elmlər Akademiyasının həqiqi üzv akademiksiniz. Təbrik edirəm. Bir daha, dayanın hələlik. Bu akademiklik diplomunu her yana apara bilmez. Buna vəsiqə lazımdır, ancaq onlarda bu formada Özbək dilində olduğuna, İngiliz dilində olduğuna görə belə yazıblar. Bizdə isə özünüz bilirsiniz, bu vəsiqədir. Həqiqətən onu təsdiq eləyək, xırda bir sənəd olmalıdır, üstündə gəzdirmə. Bu da həmin diplomumuzun vəsiqəsi qardaş. Onu da götürün. Ancaq bir balaca xətam olduğuna görə həyəcanlandır. İndi onları xahiş edirəm, bura qoyun. Səxavət müəllimdən xahiş edeyim ki, bu döş nişanlı, onun əziyyətini çəkdiyinə görə Namik müəllimin döşünü öz taksın. Oldu. Görürüm, ay Namik. Qopardıram da. Buyurun Səxavət müəllim. Qoy buranı da bir balaca açın. Buyurun. Həmişə dediyimiz kimi yenə də çatdırıram. Əksəriyyət üzvlərimiz bilirlər. Yeganə medaldır ki, akademik medalı qızıl suyuna çəkilmişdir. Bəli. Ona görə qalanları hamısı latındandır və s. Amma bu qızıl suyuna çəkilmişdir. Özülü isə gümüşdür, üstünə də qızıl suyu çəkilir. Onu bilirəm, düz deyirsiniz. Alındı mı? Durdu.
Çok güzel. İndi Ertuğrul'un ile birlikte bir şekilde tebrik ederim. İndi böyle bir şekilde teşekkür ederim. Ancak ileri oturuştun. Teşekkür ederim. Bak bu onun kabı, kutusu. Bu da onun bütün hamısı dəmdəzgahı. İndi isə qeyri-adi bir iş eləyəcəyik Namir müəllim. Bir balaca əyləşin. Diqqətinizə çatdırım ki, mən deyərdim ki, Azərbaycandan birinci olaraq Turan Elmlər Akademiyasının akademiki seçilən bizim fəxri vətəndaşımız, mənim üçün fəxri vətəndaşdır, generalımız Elbrus Orucoğlu. Və oranın akademiki seçilir. İlk general həmin akademiyanın akademiki seçilir. Və yəni özünün xidmətlərinə görə orada ona qarşı olan böyük etimada görə alınmış oldu. İndi isə diqqətinizə çatdırım ki, Elbrus Orucov Qazaxıstanda orta məktəbə gedib, uşaqlıq illərindən orada olub, oranı qurtarıb, sonra isə gəlib burada və özü könüllü olaraq batalyon təşkil eləməklə döyüş bölgəsində vuruşub, Heydər Əliyev birbaşa döyüş bölgəsində ona general hərbi rütbəsi verib və bununla əlaqədar olaraq o məktəbdəki hansı bu oxuyub, Elbrus Orucov oxuyub, o məktəb təzədən məsələ qaldırıb ki, həmin məktəbə Elbrus Orucovun adı verilsin. Və Elbrus müəllim ora dəvət eləmişdilər, yüksək səviyyədə o tədbirlər keçdi, bütün proseslər hamısı Allah gəlməz dərəcədə hörmət, ehtiram, diqqət, qayğı, səmimi sağlam münasibət sayəsində yekunlaşdı. Lakin ona baxmayaraq, ali təhsil ocaqlarından biri isə Elbrus müəllimə profesor elmi rütbəsi verib. O profesor elmi rütbəsini verəndə Elbrus müəllimə bax, bu geyimi geyindiriblər. Bu gün Elbrus müəllimin sayəsində o özü gətirib, zəhmət çəkib, general olmasına baxmayaraq, oradan gətirib, bugün burada bu tədbirdə Namik müəllimə o fəxri profesor diplomunu verəndə onunla geyindirəcəyik. Çəkib Özbəkistana göndərəcəyik ki, bəli, bizim bu qabaqçıl təcrübəmiz orada tətbiq olunsun və indən sonra bütün profesorlara, hamılara belə bir geyim təqdim olunsun. Təşəkkür edirəm mən sizə. İndi isə gəlin, xahiş edirəm, özünüz həm diplomu təqdim edin, həm geyindirin, nə istəyirsiniz, ixtiyar sahibi sizsiniz. Birinci, ben de hayazanda olmak bakmayarak ki, biz yavaş yavaş akademik, 50'den çok bizim üzerinde var. Ancak profesör, fəxri profesör varımızdır. Ben de Namik müəllimə mən təqdim edirəm. Düz o birinci aldı, düzdür. İcazə verirsiniz, öz adımdan, üzvlərimizin adından hamınızı sizə birbaşa təbrik edeyim. Sizə ancaq can sağlığı, can sağlığı, can sağlığı. Çok sağ olun. Ancak bunu xahiş edirəm. Buyurun, değil. Aha, buyurun, kömekliyim. Bunu çəkirlər mi şalar? Əlbəttə, Eldar buradadır. Şəklini də hamısını necə lazımdır. İndi xahiş edəcəm, o tərəfə keçin qadanızı alın. Onlar təqdim elə. Buyurun, sonra mən də ikimiz birlikdə bir şəkil çəkilir. Yox, icazə verin, maraqlıyım, düzəldim. Bircə dəqiqə, tələsməyə, bu tarixi qeyri-adi haldır. Aha, buyurun. Fəxri profesor diplomunu generalımız təqdim edir. Buyurun, almışlar. Pilotu görsənsin, görsənmədi. Bax, elə durun. Belə tutun, xahiş edirəm, orada görsənsin. Aha, əlinizlə bir əl verin, bax elə, ay sağ ol. Təbii ederim. Çok sağ olun. Bu da onun vəsiqəsi. Bir dəqiqə biraz şəkil çəkin. Ay sağ ol, ay sağ ol, keçin ora, indi diləcəyəcəz. Çünki bunu mən Heydər bəyə göndərəcəm və xahiş edəcəm bunu sayənizdə. Bu ildə bir dəqiqə bu stolda belə bu. Görsənirik mi? Mən də təbrik edirəm. Çox sağ olun. Hələ bütün məclisimizin axırına kimi sizdə olacaq sonra. Bu şey Qeyri-adi. bu geyimi də şeylərlə ki, gələn səfərdə hamımıza birbaşa Bəli. Bu qabaqçıl təcrübəsin sayənizdə ayaq alıb yeriyəcək. Sağ ol. Simayım da vermilər. Yox, lazım deyil. Yox. Təndirdə zadda oturub eləyəcək necə lazımsa, quşlarında sınırlar çəkəcək. Yararlı olmaz. Qardaş, bax, bunlar hamısı sizin. İndi bunu da, bunun hamısı sizin. Əyləşin indi xahiş edirəm.
Bax, belə oturmanın dadı duzu ayrı şeydir də. Öyle değil mi? Hərəkət eləyək. Mənim əzizlərim, bugünkü işimizdən ruhlanaraq bizim Turan İlmlər Akademiyasının uzun müddətən ən yaşlı akademiklərindən biri Səxavət müəllim bu günlərdə özünün belə bir kitabını buraxdırıb və bu kitabı oradan böyük həvəslə bir gün bura gətirib. O kitabın böyük həvəslə özü təqdim eləsin, həm akademikimizə, həm fəxri professorumuza, sonra da bizim həmlərimizə. Özü də kitab haqqında ürək sözlərini desin. Kitabı özbəkcə şeirli kitablarım çoxlarınızda var vermişəm o vaxtı. Bu dəfə isə şeiri toplamını Azərbaycanca çıxarıb getdim. Burada çıxartdım mütərcim nəşriyyatında. Amma paylamağa vaxt olmadı. Bir 50'sini apardım orada özbək qardaşlarımıza, heyət üzvlərimizin hamısına təqdim elədim. İndi inşallah onlar Azərbaycanca oxumağı çox sevirlər. Dedilər, narahat olmayın, biz özümüz oxuyub hamısını qəşəng başa düşəcəyik. Sizə ki oxumaq, şükür Allah, Azərbaycan dilində ehtiyac yoxdur. Nəyisə tərcümə eləmək. Ona görə bugün azdır, çoxdur, bilmirəm, bir 8 dənə gətirmişik. İndi Birinci səbəbkar olan çatandan sonra bizə çatar. Şəhərləyən yoldaşlara bu dəfə gələndə inşallah yenə gətirərəm. Təbrik edirəm. Çok sağ olun. Şəkil Bu sizə işləyibsizsə, mən onu indi eşitdim. Ora baxın, şəkil Bu mənim əziz universitetimdir. Təbrik edirəm. Oxuyun, öz fikrinizi mənə sonra deyirsiniz. Sonra Sabir müəllimə. Xahiş edirəm, bax elə tuta, bu tarixdir. Bax, əlinizi bax elə, aha. Təşəkkür edirəm, minnətdarlığımı bildirirəm, çox sağ olun. Xidmətiniz böyükdür. Yoldaş edirəm. Bax elə. Sağ olun. Munis müəllim, Türkün dastanını mənə vermişdiniz, oxudum. Belə çevirin, qoy şəkil. İlhamlandım, dedim ki, mən də öz yaradıcım. Sağ olun, sağ olun. Axırıncı kitabımı verim. Çox sağ olun, təşəkkür ederim. Bir dəqiqə baxır. Yox, baxın şəkil çəkmədi. Bir dəqiqə bunun ismini Çəkmədi. Yox, çəkmədi. Baxmırdılar axı. İndi bax. Ay, sağ olun, gözlə. Əli müəllim, baş redaktor dostumuz, qardaşımız Əli. Ben bu şəkil çəksin, iləcə tutum. Ay, sağ olun. Çok sağ olun, teşekkür ediyorum. Yalvarınlarım. Aydın Sağ olun. Əli müəllim, Həmkarımız bu da bizim akademiyanın akademikləri. deyərdim ki, ən gənc akademikimizdir və bundan gənci yoxdur deyəsən, o qəbul edəndə. Yox, belə görsən. Ya, elə görsən də Qəbul edəndə. Təbrik edirəm. Rızvan kişiyə də verin. Rızvan kişiyə. Ağsaqqalımız. Ağsaqqalımız. Eləyən görsənsin, şəkili, kitabı elə o görsənsin. Çəkdin? Ay, sağ ol. Orada heyətimizdə də bir ağsaqqalımız var. Elə sizi oxşayır. Böyük bir. Yerdə qaldı bir dənəsi, kimə məsləhətdir? Ağsaqqallardan. Həkimə verilsin. Həkim, buyurun, bu da sizin. Həkim. Həkim, Nizami həkim. Burada cərrah işləyib uzun müddət, indi isə müqayibdədir. Elədir mi Nizami həkim? Buyurun, şəkil çəkilsin. Təbrik edirəm. Bu sizinkidir. Bəli, narahat olmaz. Mən İndi isə, Aydaşım, indi isə mənim əzizlərim, rəyasət, Turan İlmlər Akademiyasının rəyasət heyəti müəyyən işlərlə Özbəkistanın yubiley tədbirlərindən əlaqədar olaraq müəyyən fəxri fərmanlar verib, birini Səxavət müəllimə verib, icazə verib, mən onu nümayiş elətdirim. Bax, bu Səxavət müəllimə verilib oradan. Bu sizindir. Onu mənə verirsən, bu Mənə sən. Mənə ver onu. Aşı qoydunuz. Ay qardaş, elə deyil. Səxavət müəllimə verilib, birinci ona. Gətir görün, mən sizi təbrik edirəm, nə olar?
Çəkdim, buyurun. İndi isə xahiş edirəm, mənə aid olanı gətirib, icazə verim onu da mənə təqdim eləsin. Bu fəxri fərman, fəxri yarlıq deyir Özbəkcə. Demək, 30 avqustda mən gedən kimi heyət oldu. Heyətdə bu kitabımızın təqdimatı da oldu. Və bilirsiniz ki, 31-i sentyabr Özbəkistanın 34 illik müstəqillik günü idi. O bayramla əlaqədar bütün Heydər BKK heyət, bütün heyət üzvlərinə, Yəni rəyakət heyətinə. Fəxri fərman verdi hamısına. O cümlədən Sabir müəllimdən bizə də bir hissəsi çatdı. Ona görə icazə verin, bax bu fəxri yarlığı Əlimiz uğurlu qaldı. Təqdim edeyim və təbrik edeyim. Heyət sizə, hamıza salam göndərdi. O zadın sözü olmasın, mən bir Azərbaycanlı kimi, Özbəkistanlı olmağıma baxmayaraq, yarım, bir Azərbaycanlı kimi bayram idi o günə. Baxmayaraq ki, mənim o qədər sağlığım yaxşı deyirdi, orada müalicə eləməliydim. Amma ona baxmayaraq, onlar hamısı bayram edirdi ki, Səlahiyyət müəllim gəlib Azərbaycanla, Azərbaycan qardaşımız gəlib və s.